Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Qur'an-ı Kərimdə imamət mövzusudur. Keçən bəslərdə biz Nisa surəsinin 59-cu ayəsini müzakirə etdik və dedik ki, bu ayə Həzrəti Peyğəmbərin zamanında üçüncü bir məqamı insanlara, müsəlmanlara tanıdırdı. O da əmir sahiblərinə itaət. Biz tam olaraq əmir sahibi kimdir? Bu müzakirəni tam olaraq müzakirə etməmişik. Çünki Şiə baxışından əmir sahibi Həzrəti Əleyhisselam və onun övladıdır. Amma Əhl-i Sünnə baxışından əmir sahibləri barəsində 20-yə yaxın nəzər var. Demək, Əhl-i Sünnə bu məsələ barəsində həm Şiə ilə ixtilaf edir, fikir ayrılığı var və eyni zamanda öz aralarında da ixtilaf var. Bu onu göstərir ki, onların bu ayəyə yaxınlaşması vahid bir mənbəyə söykənmir. Hər bir halda müsəlman dünyasında ulul əmr kimdir barəsində ixtilaf var və ixtilafın mənşəyi də elə bu ayənin davamında buyurur ki, əgər bir şey barəsində ixtilaf edirsinizsə, bunu Allah və onun rəsuluna qaytarın. Allaha qaytarmaq, yəni Qur'an-ı Kərimə müraciət edin. Peyğəmbərə qaytarmaq, yəni Peyğəmbərin zamanında ondan soruşmaq, Peyğəmbərdən sonra isə onun səhih və doğru hədislərinə. Biz burada ayəyə baxırıq, görək Qur'an-ı Kərim əmir sahibləri barəsində nə deyir? Burada müzakirə edəcəyimiz bizim mövzu Qur'anda itaətin mənasıdır. Çünki burada Allah Teala buyurur ki, Yə eyyuhəllezine əmənu, ey iman gətirənlər, atiyullah, Allaha itaət edin, və atiyur rasul və ulul əmri minkum, və Allahın rəsuluna və əmir sahiblərinə itaət edin. Ümumən, Qur'an məntiqində, Qur'an ayələrində itaət nə deməkdir? İtaətin mənası nədir? Bildiyiniz kimi itaət ərəb sözüdür, təvəəh kökündən yaranmışdır. Bir şeyə rəğbətlə təslim olmaq, onun qarşısında əyilmək mənasında işlənir. Buna görə itaətdə bir növ qarşı tərəfin məqamı və mənziləti var. Yəni insan məqam etibarı ilə ən üstün, ən uca bir şəxsə itaət edir. Yəni itaət edən, itaət olunana ona görə itaət edir ki, itaət olunanın bir üstünlüyü var, bir fəziləti var o itaət edən şəxsdən. Dilimizdə də itaət sözü boyun əymək və göstərişlərinə əməl etmək olaraq tərcümə olunur. Bu da doğru mənadadır. Bir halda ki, itaətdə bir şəxsin, yəni o itaət olunanın məqamı üstün olmalıdır və eyni zamanda ona təslim olmalısan rəğbətlə, heç şübhəsiz İslam baxışından itaət yalnız və yalnız Allahadır. Yəni, hər bir insanın itaət etdiyi yer və məqam yalnız və yalnız uca Allahdır. Həqiqətən də yalnız uca Allah itaətə layiqdir. Bu, İslamın əsas prinsiplərindən biridir. Bu barədə Qur'an-ı Kərimin müxtəlif ayələrində var. Allaha itaət iki formada ola bilər. Bir insan öz iradəsi ilə Allaha itaət edir. Bir də təkvini olaraq yaradılışın bir hissəsi olaraq itaət edir. Çünki bildiyimiz kimi insandan başqa bütün məxluqlar, bütün yaradılmışlar yaradana, Allaha itaət edir. Demək, insan bir dəfə öz iradəsi ilə Allaha itaət edə bilər. Buna təşrii hidayət deyirlər. Bir dəfə də təkvini artıq bütün yaradılışlarla bərabər insan Allaha itaət edir. Ali İmran surəsinin 83-cü ayəsində Allah Teala bu barədə buyurur ki, وَلَهُ أَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالْعَرْضِ تَوْعًا وَكَرِحًا. Yerdə və göydə nə varsa hamısı Allaha təslimdir, Allaha mutidir. İstər bu təslim olmaq itaət olsun, yəni təşri cəhətdən olsun, istərsə
təkvini cəhətdən və iləyhi yurcaun. Hər biriniz Allaha tərəf qayıdacaqsınız. Demək, İslam baxışından insan yalnız və yalnız Allaha itaət edə bilər. Səbəb də budur ki, yalnız Allah üstün və uca varlıqdır. Allahdan başqa bütün varlıqlar bərabərdir. Heç bir varlıq başqa bir varlığa hər hansı bir üstünlüyü və məqamı yoxdur. Bəs deyə bilərsiniz ki, peyğəmbərlərə itaətin mənası nədir? Peyğəmbərlərə itaətin mənası da Allahın izni iləndir. Yəni Allah izin verdiyi üçün biz peyğəmbərə itaət edirik. Əgər Allah ona bu məqamı, bu izni verməsəydi, peyğəmbərə də heç şübhəsiz itaət olunmazdı. Demək, Allahın izni ilə ikinci məqamı uca olan peyğəmbərdir. Yəni, hər bir müsəlman, hər bir insan Allaha təslimdirsə, Allahın göstərişlərini, Allahın buyurduqlarını çatdıran peyğəmbərlərə də təslim olmalıdır. Quran-ı Kərimin çox ayəsində peyğəmbərlərə, məxsusən bizim İslam peyğəmbərinə itaət barəsində söz açmışdır. Bu barədə ayələrin sayı çoxdur. Ayələrin çatdırmaq istədiyi məzmun bundan ibarətdir ki, ey insan, sən ki iddia edirsən, mən Rəbbimə itaət edirəm, bu peyğəmbər sənin Rəbbin tərəfindən, sənin Rəbbinin sözünü çatdırır. İtaət et. Demək, sən Rəbbə itaət etməyin həqiqətini Rəbbinin yolladığı elçiyə itaət etməklə dəyərləndirə bilərsən. Sadə bir misal desək, bir insan deyir ki, mən məsələn filan şahın sözünə itaət edirəm, ona təsliməm. Şah öz elçisini yollayır, ey filan kəs. Məsələn, şah səndən tələb edir ki, filan işi gör. İndi o deyə bilər və yəqin də var bu Allahın, şahın elçisidir. Deyə bilər, yox, mən şahın yalnız özünə itaət edirəm. Sən ki elçisən, sənə baxmıram. Burada elçi özü özlüyündə müzakirə olunmur ki, bu elçi kim tərəfindən gəlib? Ayə də bunu buyurur ki, siz ki Allaha deyirsiniz, itaət edirəm. Yaxşı, bu da Allahın yolladığı elçidir. Allah bu elçi vasitəsilə sözünü çatdırıb, buna itaət edin. Buna görə çox saylı ayədə Allah və onun rəsuluna itaət bərabər keçir Qur'an-ı Kərimdə. Və atiyullah və rəsul ləalləkum turhamun. Allah və onun rəsuluna itaət etsəz, Allahın rəhmətinə şamil olarsınız. Bu müsbət mənada. Bəzən Allah Teala deyir ki, atiyullah və rəsul. Allaha və onun rəsuluna itaət edin. Əgər itaət etməsəz, siz kafirlərdən olarsınız. Demək, Allaha itaət və onun rəsuluna itaət. Burada üçüncü növ itaət var. O da xüsusi itaətdir. Yəni, Allah bəzi şəxslərə deyib ki, bu itaət edir. Məsələn, valideyn qadının öz ərinə itaəti kimi. Bu itaət o zaman keçərlidir ki, Allahın itaəti ilə bir ziddiyyət təşkil etməsin. Yəni, övlad o zamana qədər valideynə itaət edir ki, valideyn bunu Allaha itaətdən çəkindirməsin. Və yaxud qadın o zaman öz ərinə itaət edə bilər ki, əri bunu Allaha itaətdən çəkindirməsin. Bu barədə Quran-ı Kərimdə ayə var. Ayələrdə buyurur, Ənkəbut surəsinin 8-ci ayəsində valideyn, övlad məsələsi barəsində buyurur ki, əgər onlar sizi şirkə tərəf dəvət edirsə, onlara itaət etməyin. Buradan bu nəticəni alırıq ki, Quran-ı Kərimdə ümumi itaət Allahadır və onun rəsulunadır, ondan sonra xüsusi itaət də var. Sual budur, ayədə keçən itaət ümumi itaətdir, yoxsa xüsusi itaət, yəni əmr sahiblərinə itaət etmək xüsusi itaətdir, yəni bəzi məqamlarda itaət etmək lazımdır, yoxsa Allah və onun rəsuluna itaət edildiyi kimi bütün məqamlarda itaət vacibdir. İnşallah bu barədə daha geniş formada gələn müzakirədə bəhs edəcək. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.